Şəkildə A, B, C, D, E, F, G, H, I, J şəhərlərini birləşdirən yolların sxemi verilib. Hər yolla yalnız oxla göstərilmiş istiqamətdə hərəkət etmək olar. A şəhərindən J şəhərinə, D şəhərindən keçib H şəhərindən keçmədən getmək üçün neçə müxtəlif yol var? Gəlin belə edək də. Əvvəlcə H şəhərini elə indidən neyniyək? Siyahıdan çıxardıq. H-ı bir dənə üstünə xətt çəkək. Artıq H bizdə yoxdur. Daha sonra baxaq. D şəhərindən mütləq keçməliyik. D şəhərindən mütləq keçməliyiksə, gəlin başlayaq elə. A 1 olsun, çünki başlanğıcı. B-yə A-dan yol gəldiyi üçün B-də 1-dir. D-nin də qiyməti oldu 2. D-yə bizdə hardan yol gəlir? A-dan B-dən. Başqa heç yerdən yol gəlmir. O deməli, mən A-dan C-yə gəlsəm, C-dən F-ə getsəm, D-yə qayıda bilməyəcəm. Yəni, D-dən keçməmiş olacam. O deməli, C təpəsini siyahıdan çıxardıq. Eynisə Y təpəsində də B-dən Y-yə və yaxud da J-yə getsəm, D-yə qayıda bilmirəm. Deməli, D-dən keçməmiş oluram. O deməli, Y-ni də çıxardıram siyahıdan və B-dən J-yə gedən yolun da üstünə xətt çəkirəm. Yəni, artıq buna da baxmayacam. Artıq biz bu halda D-dən J-yə getmək üçün 2 dənə yolumuz qalır. F-ə getməliyəm. Oldu F-in qiyməti 2. Yəni, D-yə gəlir deyə sadəcə F-ə yol. Ona görə F-in qiyməti olur 2. J-nin qiyməti D və F-dən olduğu üçün 4-ə bərabər olur. 4-ə. I-nin qiyməti F-dən gələn yolların sayına baxırıq, olur 2. Artıq J-yə gedən yollar 3 dənə qalır. G-dən, F-dən və I-dən. Bunları cəmləyirik, olur 8. Deməli, J-yə gedən ümumi yolların sayı bizdə olur 8. Yəni ki, Y variantı cavabını alırıq.